Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yanvar ayından hesablanan yeni pensiya artımlarının ödəniş qrafiki və gözlənilən faiz dərəcəsi məlum olub. Xəbər verilir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisdəki çıxışında məlumat verib. O bildirib ki, fevral ayının əvvəlində ölkə üzrə orta aylıq əmək haqqı artımı rəsmən elan edildikdən sonra pensiyaların indeksləşdirilməsi prosesinə başlanılacaq. İlkin proqnozlara görə pensiyalar 90,2% artırılacaq. Bu artım 1 milyon 100 mindən çox vətəndaşımızı, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alan şəxsləri əhatə edəcək. Vətəndaşlar yanvar ayının artım fərqini də fevral ayının pensiyası ilə birlikdə alacaqlar. Bu, inflyasiya şəraitində yaşlı nəslin və sosial həssas qrupların ardıcıllıq qabiliyyətlərinin qorunması üçün dövlət tərəfindən atılan mühüm addımlar. Silahlı pensiyası üçün bu, fevral ayında bankomatdan daha böyük məbləğ çıxarmaq deməkdir. Məsələn, əgər vətəndaş 400 manat pensiya alırsa, onun pensiyası təxminən 37 manat artacaq və fevralda həmin yeni məbləğ, həm də yanvarın 37 manatlıq fərqini birlikdə alacaq.